Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti gün və növbəti tıraş videomuz. Bugünkü tıraş videonun deməli səbəbkarları olacaqlar. Deməli, başlayaq fırçadan, başlayaq aftershave-dən və tez bir zamanda üzümə çəkdim aftershave-i. Aftershave olaraq olacaq belə artıq sizə siz gördüyünüz belə bir artıq bəlli olduğumuz Bruni Banani adlı bizə satılıb shaving cream kimi, amma sən demə heç shaving cream değilmiş. Azca məncə bu qədər kifayətdir. Üzümüzə çəkək. Saqqalın yaşı hardasa 4 gündür. Bu gün sabah nasız bu? Bir çoxlar bəlkə deyər ki, bəs niyə videolar belə gecəyə çıxır və s. Lakin elə deyək. Çatdırmıram yoldaşlar. İnanın ki çatdırmıram. Üstəgəl bizim videolar, yəni ki biz təqdim etdiyimiz videolar çox vaxtı montaj edilir və o montaj da təbii ki hansısa bir vaxt resursunu aparır. Ona görə üzürlü sayın ki bu qədər gec olur. İnanın ki o qədər video var. Yəni çəkilib qalıb hələ montaj edilmir. Bir sözlə davam edirik və bizim ilk səbəbkar başlayaq bu fırçadan. DS Cosmetic'dən olan deməli Pure Badger'dir. Yəni o adla bizə satılıb. Performansı çox xoşuma gəlir. Kifayət qədər yumuşaqdır, qəşəng bir fırçadır. Təbii porsuq qılından. Bunu salırıq suya. Öncədən qoy qalsın, biraz islansın. Sonra növbəti deməli səbəbkar deyəndə sabunumuz olacaq. Wilkinson belə qara rəngində Wilkinson Sport adlı müəssisəyə aid olan sabundur. Mən bildiyim qədər vegan sabundur. Qəşəng ətri var, super qoxusu var. Xoşuma gəlir. İçindən düşür sabun, yəni ki asanlıqla belə çıxır. Ona görə ehtiyat edirəm. Bunun üstünə su alaq yoldaşlar ki biraz yumuşalsın. Çox azca belə su aldıq. Üstündə qalsın, islansın, yumuşalsın. Sonra növbəti iştirakçı olacaq bizim yerli istehsalı olan tıraşdan sonra lasyon, evkaliptus və tea tree oil. Deməli çay ağacının yağından hazırlanan belə aftershave lasyon, yaşlandı. Sinim bunu. Dastan adlı yerli istehsaldır. Yalancı çıxmayayım. Baxaq görək burada haranı ünvan kimi göstərilir. Yes, made in Azərbaycan. Tamamilə doğru. Yəni ki bizim yerli istehsalımızdır. Dastan adlı aftershave lasyon. Bu şirkətin həmçinin bizdə satışlarda olur bir marketi yaxud keçmiş Umiko'dan əldə etdim. Bu aftershave amma orada da gördüm balzam da var amma nəticə Dastan. Bu Dastan aftershave mənə hədiyyə edilib Rasim abi tərəfindən. Buradan Rasim abiyə böyük təşəkkürlər. Çox sağ olsun. Çox bir keçmişdə hədiyyə etmişdi. Bir-iki dəfə istifadə etdim. Ondan sonra dolabımda qalıb. Hər dəfə fikirləşirdim ki, təqdim edim. Yerli istehsal məhsulu tapa bilmirdim. Bir sözlə bir çox problemlərlə rastlaşdım. Nəhayət ki, bugün istifadə edəcəyik. Sabun haqqında danışdıq. Və dünənləri çox hörmətli bir çox yeniliklər olacaq. O cümlədən onu da qeyd edim. Növbəti videolarda çox sağ olsunlar bizim həm yerlilərimiz. Dünən Orxanla da görüşdük. Orxan bizə deməli belə bir Lambda RS adlı elə açıq daraq
formada olan belə bir üz qırxan olmuşdu bizim deməli kanalda artıq bu üz qırxan. Dünənləri görüşəndə dedi, gələ bir də təqdimat edərsən. Bir sözlə, hələ ki məndədir, bilmirəm, bir həftə olacaq, 2 həftə olacaq. Çalışacağım maksimum dərəcədə tıraşları edim, mümkün qədərimdir. Arasla ki, hansısa bir anlayışımız olsun. Aras kifayət qədər effektiv üz qırxandır. Bilmirəm, bu 4 günlük saqqalda özünü necə aparacaq, çünki tez tıxlanırdır. Bir fakt var və tiyələrimiz olacaq o ki, agresiv üz qırxandır və effektiv üz qırxandır və də Trit Platinum adlı tiyələr məncə məqsədə uyğun gələr. Bunları istifadə etməyə üzrlü sayın, videoya nəzarətlə ona görə tez-tez başımı aşağı salıram ki, fokuslanma söhbəti yerindədir ya yox. Telefonla da görə bilərsiniz, nəzarət edirəm özümə. Görək çəkiliş necə gedir, biraz uzağa qoyum. Bu yan, elə bil ki, bunun müşahidə etmə ekranı biraz o üzədir. Güzgüdən çəkirəm, çünki mənim xoşuma gəlmədi. O birbaşa özümü çəkəndə sanki böyürdən çəkiliş kimi gedir. Burada daha çox belə deyək, üzüm daha çox belə fas vəziyyətdə durur. Bir sözlə, yəni ki, necəsə əldə etmək lazımdır, bir dayanacaq, duracaq bu kamera üçün ki, birbaşa belə üzümdən belə birbaşa qabağımda dursun, çəkiliş etsin, görək hansı bir gələcəkdə bəlkə tapsam, əldə edə bilsəm, əldə edərəm. Çünki kamera kifayət qədər çəkisi var kameranın. Ona görə də yəni o duracaq məsələsi bilmirəm. Tapa bilsəm, təbii ki, əldə edib. Budur, Trit tiyələrimiz artıq qabığından çıxartdım. İndi çalışaq bunları yerləşdirək. Arası sökürük. 3 hissədən ibarətdir. Mükəmməl dizayna malik olan bir üz qırxandır. Baxın. İçində belə yazılar var. Gördüyünüz hətta böyründə də lambda işarəsi. Yəni Theodoros Dragon adlı Yunanistanlı bir istehsalçıdır. Deməli, üz qırxanlar çox zatlar da var, yəni səhifələri də var, internet. Çox nadir hallarda satışa çıxır. Satışa çıxanda da çox belə deyək bir məhdud sayda deməli təqdim olunur satışa. Müxtəlif metallardan hazırlanır. Deməli gümüş, deyəsən misdən də var, bəlkə səhv edərəm. Gümüş, sonra nə idi materiallardan? Paslanmayan polad və titan deməli metallardan hazırlanır. CNC dəzgahlarda, yoldaşlar. Çox qabaqcıl bir texnologiyadır, yeni bir texnologiyadır. Mükəmməl bir dizayn, mükəmməl bir düzdür, ergonomika belə əlinizdə qalsın, üz qırxma zamanı bu kimi məqamlar təbii ki sürüşkəndir, təbii ki hər şey, yəni dolabda qoyub belə baxmaq üçün çox gözəl bir üz qırxandır. Görək performansı da üz qırxmağı necə olacaq, amma sapı çox sürüşkəndir, çox. Zahiri görünən çox gözəl, çox gözəl. Ümid edək performansı da hələ də gözəl olsun. Tez bir zamanda indi biz burada yığılmış bu suyu belə eləyirik və çəkirik üzümüzə. Mən təzə metoda keçmişəm. Bir neçə dəfə onu nümayiş etmişəm. Metodu yalan deməyim, Sinan abi adlı Türkiye arkadaşımız abimizdən öyrənmişəm. Sabının özündən dərhal sabını çəkmək. Yəni hansısa bir qabda o ilə köpükləndirib vaxtı itirməmək. Təbii ki, hər dəfə bu metoddan istifadə etməyəcəm, amma bu halda istifadə edirəm. Başlayaq. Birbaşa sabundan köpükləndiririk, götürürük köpüyümüzü.
Sabun içində fırlanır. Bunu sıxıb saxlamaq lazımdır. Budur. Hə, yoldaşlar, davam edirik. Deməli, Aresimiz tiyə çox cüzi olaraq deməli çıxır qapağın altından və başlayaq ilk pərdə böyümə istiqamətdə. 4 günlük saqqal, tiyələr Treat Platinum birinci istifadə. Dünən deməli biz çox hörmətli Orxan abi ilə bu Ares haqqında danışdıq. Orxan abi dedi ki, yəni pis üz qırxan deyil, sadəcə olaraq tiyələri tutuzdurmalısan. Yəni ki, tiyə ilə biraz oynamalısan, çünki çox effektiv və aqressiv bir üz qırxandır. Düzdür, üzdə ilk pərdədə hiss olunmasa belə növbəti bu əksinə qırxdığımız çalışın danışmayın. Treat Platinum tiyələr isə məhz belə deyək, kifayət qədər yumşaq qırxan tiyələr olduğuna görə mən burada hiss elədim ki, bucağı düz tutmadım və dərhal çapıq. Budur, görünən odur ki, deməli bu üz qırxan Ares səhvləri bağışlamır. Ehtiyatlı əldən verməyin. Deməli bunu belə edək. Yoxsa heç nə görmürəm. Əksinə qırxarkən bu Aresla böyümənin əksinə görsünüz, köpük pis deyil, göz saxlayır özündə. Deməli, vegan sabunlarda bir məqam var, yəni ki, köpük bir növ yastı olur, sıxsızlıq olur. Amma sabun özündən götürəndə elə də pis alınmır.
2 dənə çapıq hazırdır. Bu çapıqların deməli nə qədər dərin olmağı və təsir edici olmağı sonda biləcəyik. Hal-hazırda nə isə demək tezdir. Biz isə davam edirik, növbəti pərdəyə keçirik. Sabunu bir də, köpüyü bir də sabunla götürək. Biraz bunu yaxalayayım. Budur sabunumuz, fırçamız. Və budur yoldaşlar, növbəti pərdə əksinə. Görək nə gəlir başımıza. Mən üzürlü sayın, çox üzürlü sayın. Mən tez bir zamanda studiyanın qapını örtüm, səslər gəlməsin. Davam edirik yoldaşlar. Deməli qılı tökülür. Fırçadan çox qəşəng tıraş alındı yoldaşlar. Çox qəşəng, çox xoşuma gəldi. Və tez bir zamanda mən üzümü yaxalayıb sərin su ilə qayıdıram yanınıza. Budur yoldaşlar, davam edirik. Aftershave Dastan, deməli evkaliptus və çay ağacı deməli yağından hazırlanan aftershave'dir. Dozator var. Budur. Gördüyünüz kimi çox xırda. Mənim xoşuma gəlməmişdi bunun performansı. Çox danki bir söhbətdir. Görək. Qoxu çox gözəl. Çox gözəl qoxusu var. Yandırım spirti yoxdur, amma
sanki onu əvəz edən nə isə tərkibində var. Və təkcə belə deyək, hardakı zədə var, xırda zədələr, orada hiss olunur. Bu dodaq ətrafında, buralarda hiss olunur. Bir yanma effekti var, amma o alkoqol, spirt yanıqlarından kimi yox, isinmə kimi belə bir şey. Davam edirik yoldaşlar. Deməli bu bizim Aftershave losyonumuz oldu. Deməli bir növ yağlıdır və alkoqolsuzdur. Bir sözlə yəni ki bunu həm payızda istifadə etmək olar, həm yayda, yəni ki problem yoxdur. Adətən spirtli losyonlardan istifadə olunur yay aylarında. Tıraşımız gördüyünüz kimi o burada çapıqlarımız var idi. Yəni burada var idi biri də deyəsən burada aşağılarda. Yoxdur, görünən odur ki canlanmayıbsa Aftershave'dən sonra görünən odur ki bekara bir şeydir. Sonra Aftershave haqqında qısaca danışdım. Yəni ki spirtsizdir. Dəridə o alkoqol olmadığına görə belə deyək, o yanma falan belə şeylər yoxdur. Amma xüsusi özünə belə məxsus belə bir qıcıqlanma demək olmaz. Amma həm də biraz sərinləndirici belə bu kimi effektlər var. Xoşuma gəldi, amma nədən mən bunu qoymuşam qırağa və istifadə etmirəm bilmirəm. Bilmirəm. Çox gözəldir, xoşuma gəldi, performansı qəşəngdir. Yerli istehsal.